Arteriyalarında dövr edən qan növlərinin sayı. Qan növü deyir burada. Bunu tapmalıyıq. Normal inkişaf etmiş göz qapaqlarının sayı. Göz qapağı deyir. Bunu tapmalıyıq. Ürək boşluğunda dövr edən qan növlərinin sayı. Bir də bunu tapmalıyıq biz. Gəlin bir-bir tapaq. Məsəl üçün quş yox. Birinci pişiyi göstərib məməli heyvanda. Arteriyada dövr edən qan növlərinin sayı hansıdır? Pişikdə X-i tapırıq birinci. Arteriyada dövr edən qan növünün sayı iki tür olacaqdır. Biri arterial qandır, bir də venoz qandır, ağciyər arteriyasıdır. Yəni pişiyə yazırıq 2. Sonra normal inkişaf etmiş göz qapaqlarının sayı tapırıq biz burada. Göz qapağı pişiklərdə məməlilərə aiddir 4 dənədir və ürək boşluğunu dövr edən qanların sayı da 2-dir. Deməli, cəmi oldu 8. Sonra tapırıq qurbağanı. Qurbağada necə olacaqdır? Arteriyada dövr edən qan növlərinin sayı. Bunlarda 3 cür qan olacaqdır. Bilirik ki, bu qarışıq qanda daşıyırdılar. 3. Və normal inkişaf etmiş göz qapaqları 6 dənə olurdu və ürək boşluğuna dövr edən qan da 3 cür olur. Arterial, venoz, qarışıq qan olurdu. Bunlar da cəmi olacaqdır 12. Bir də vardı, ürək boşluğunda dövr edən qan növlərinin sayı quşlarda veribdir. Bu olacaqdır. Başlayır. Birinci arteriyadan başlayırdıq. Arteriyada dövr edən yenə 2 olurdu. Çünki ağciyər arteriyası venoz qanı daşıyırdı. Normal inkişaf etmiş göz qapağı 6-dır. Ürək boşluğuna dövr edən qan 2-dir. Arterial venoz qandır. Bu da olacaqdır cəmi 10. Bizə bunun nisbətini soruşurdu. Hansı böyük, hansı kiçikdir demək istəyirdi. Tamam. 2 böyükdür 3-dən, o da böyükdür 1-dən. Yəni belə deyək ki, 2, 3, 1 nisbəti xüsusilə düzgün veriləcəkdir.